Salam əziz abituriyentlər. Deməli, bugünkü mövzumuz Bizans imperiyası ilə bağlı olacaq. Başlayaq video izahımıza. Deməli, Şərqi Roma, yəni Bizans bildiyimiz kimi 395-ci ildə yaranır və 1453-cü ilə qədər mövcud olmuşdur. Bizans 3 qitədə yerləşirdi, yəni Asiya, Afrika və Avropada. Bizans əhalisinin dövlət dili Yunan dili idi. Şəhərləri çox olduğuna görə bəzən də buranı şəhərlər bölgəsi adlandırırdılar. Konstantinopol Qızıl Körpü adlanırdı. Ən zəngin vilayətləri şərqdə yerləşirdi ki, yəni Suriya, Fələstin, Kiçik Asiya xalqların böyük göçü zamanı ən az zarar görmüş ərazilər idi. İmperator hakimiyyəti qeyri-məhdud hakimiyyətə malik idi. O hakim idi, dövlətdə ordu başçısı idi, kilsə başçısı idi, bir də xarici əlaqələr deməli imperatora məxsus idi. Biz burada barbarların hücumunu görəcəyik ki, barbarların hücumu zamanı onları əsasən diplomatik yolla qərbə yönəldirlər və onlarla az toqquşurlar. Onların ərazisində məskunlaşan digər barbarlar isə dövlətin siyasi quruluşuna təsir etmirlər. Düz ictimai quruluşuna təsir edərək quldarlıqdan feodalizmə keçid etsələr də siyasi quruluşuna təsir etməmişdilər. Justinianın dövrü Qızıl əsr dövrü adlanır ki, onun hakimiyyət dövrü 527-ci ildən 565-ci ilə qədər mövcud olmuşdur. Justinianın dövründə hüquq məcəlləsi qanunu var ki, Justinianın məcəlləsi adlanırdı. O, Roma imperiyasının sərhədlərini bərpa etməyə çalışırdı. 532-ci ildə Sasanilərlə sülh müqaviləsi imzalayır. 6-cı əsrdə ərazisində məskunlaşan Slavyanların təsiri ilə quldarlıqdan feodalizmə keçir. Türklərin və Slavyanların ərazisində məskunlaşmasına icazə vermişdir. Onun hakimiyyətindən narazılığın səbəbi bir, onun quldarlığı bərpa etməsi, digəri isə vergi ilə bağlı idi. İmperatorun hakimiyyəti ilahiləşdirilmişdi. 7-ci əsrdə ərəblərin hücumu zamanı Kiçik Asiya, Balkanın cənubu və İtaliyanı başqa bütün ərazilərini itirirlər. 10-cu əsrdə Abbasilər və Bulqarların zəifləməsi nəticəsində Bizanslar Kriti, Kipri, Yuxarı Mesopotamiya və Suriyanın bəzi əyalətlərini geri qaytarırlar. Lakin 1071-ci ildə Malazgirt döyüşündə Səlcuqlara məğlub olurlar. 13-cü əsrdə isə Səlciqlərin biz buraya yürüşlərini görəcəyik. Hətta Səlciqlər burada 1204-1261-ci illərdə Latin imperiyasını yaratmışdılar. Və nəhayət 1453-cü ildə Osmanlı dövləti tərəfindən varlığına son qoyulub. Belə, Bizans imperiyası ilə bağlı əsas vacib məqamları sizlərə qeyd etdim.